bir hava çəkə biləsən ciyərə. Heç olmasa, çünki o yol ki, gəlirsən üzü Zəngilan Qubadlı yoluna, oturasa gedən yol. Oranın havası da elə bizim havadır. Elə o Lələtəpə şəhidlərinin abidəsi var, ha. Bax, orada da hava çox gözəldir. Bax, orada bizdən çocuğun ortası nədir ki? Heç nədir. Heç nədir. Bir-birinə qaniyif qatışıblar. Hamısı bizim torpağımızda, ha. Amma yeri gələndə Cocuq Mərcanlı da bizi özündən ayrı sayılır, biz Sorovluyuq. Fikir verin, ha. Biz başqa yerlərdə, Azərbaycanlıyıq, türkü də görəndə deyirik türküyük. Gəlirik Təzdəndən, Azərbaycanlıyıq, haralısan, o Bakılıdır, mən Qarabağlıyam, ayrıldıq. Təzdən Qarabağlı, sən haralısan, o Ağdamlıdır, mən Cəbrailiyam, ayrıldıq. Təzdən Cəbraili, sən haralısan, o Cocuqdandır, mən Horuldanam, ayrıldıq. Bizim əslində bu ayrılmalar çox şeyə səbəbdir. Düzdür, digər tərəfdən də düşünürəm ki, niyə? Öz mənsub olduğumuz təsnifatda da, belə deyəm, bölümləri bilməyimizin nəyi pisdir ki? Hər bir insan özünün hansı soydan, hansı şəcərədən olduğunu bilməlidir də. Burada bir qəbahət yoxdur. Amma çalışıb bizləri birləşdirən şeyləri biraz böyütməliyik. Bizləri birləşdirən. Füzuli Cəbrail cəmaatının danışığında üzrə çox oxşarlıq vardır. Biraz bəzi şeylərdə fərqimiz var, amma hər tərəfin adamı yaxşıdır. Biz tərəfin adamları biraz fərqli. Bəli, biraz cığalıq biz, biraz davakarıq, biraz adımız demagog qoyula bilər. Çünki biz haqq sözü danışmağı xoşlayırıq. O var. Bəzən biraz yekaxana oluruq, bəzən kiməsə puluna görə hörmət edirik. Bu, Qarabağ cəmaatının bütövlükdə minusudur. Bəzən bir-birimizə dəstək duraq, bu hissi bizdə yoxdur. O his ki, Naxçıvanlıları qaldırır, o his ki, Qərbi Azərbaycanlıları birləşdirir, o his bizdə yoxdur.